Değerli müəllimlər, salam. Mən kurikulum təlimçisi Aqil Fəthullayev. Söz verdiyimiz kimi kurikulumda mövzu izahları ardıcıl və sistemli olaraq YouTube kanalımıza yerləşdirilir. Təbii mövzulardan anında xəbərdar olmaq üçün YouTube kanalımıza abunə olaraq bildirişləri aktivləşdirə bilərsiniz ki, anında paylaşımlardan xəbərdar olasınız. Bəs izlədiyiniz mövzuları necə möhkəmləndirəcəksiniz? Rəy bölməsində və izah hissəsində bərk edilmiş Telegram linkinə daxil olaraq orada həmin mövzularla bağlı paylaşılmış qəbul tipli testləri işləyərək biliyimizi möhkəmləndirə bilərik. Eləcə də bizim əyani və onlayn dərslərimizə qoşulmaq üçün və məlumat almaq üçün 070 346 44 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həmin nömrə ilə də əlaqə saxlayaraq dərslərimizdən məlumat ala bilərsiniz. Yaxşı, bizim bugünkü mövzumuz olacaq müəllimlərin etik davranış qaydaları. Mövzu 4. Təhsil verənlərin etik davranış qaydaları. Təhsil verənlərin etik davranış qaydaları yadda saxlayaq ki, əvvəlki tədris ilində keçdiyimiz etik davranış qaydaları deyil. Çünki kitab çıxdıqdan sonra etik davranış qaydalarında dəyişiklik oldu. Yəni, hal-hazırda oxuyacağınız vəsaitdəki etik davranış qaydaları yeni deyil. Ona görə diqqətlə dinləyin və dəyişikliklərin hər birini vurğulayacaq burada. İlk öncə mən etik davranış qaydaları nə üçün tərtib olunub? Bunun izahını verim sizə. Etik davranış qaydaları müəllimlərin ətraf bütün hər kəslə münasibətini təmin etmək, eləcə də müəssisənin, eləcə də müəllimlərin işgüzar nüfuzunu möhkəmləndirmək, qorumaq məqsədi ilə hazırlanır. Bəs müəllimin kimlərlə münasibətini tənzimləyir? Şagirdlərlə, kollektivlə, rəhbərliklə, cəmiyyətlə, valideynlər və digər qanuni nümayəndə. Yəni, müəllimin hər kəslə münasibətini tənzimləyir. Bəs harada tətbiq olunacaq bu? Bütün növ təhsil müəssisələrində. Yəni, təhsil verənlərin çalışdığı bütün növ təhsil müəssisələrində etik davranış qaydaları keçərlidir. Hətta biz etik davranış qaydaları ilə bağlı əvvəl 27-ci ümumi təhsil müəssisəsinin qanunundan 27-ci maddəni keçərkən demişdik ki, etik davranış qaydalarının pozulduğuna görə müəllim 1 illik vəzifədən kənarlaşdırıla bilər. Ona görə də yadda saxlayaq, etik davranış qaydaları vacib nüansdır və müəllimlərin dəyişdirilib artıq müəllim adı yox, təhsil verənlərin əməl etməli olduğu qaydalardır. Bəs etik davranış qaydalarında hansı dəyişikliklər var? Müəllim hətta sosial şəbəkələr üçün çəkilişlər edərkən belə çox diqqətli olmalıdır. Hətta məktəb ərazisində zərərli vərdişlərdən istifadə etməsinə qədər, hansı ki, siqaret çəkilməsi və s. Bu kimi vərdişlər müəllim üçün artıq qadağan olunub, təhsil müəssisəsi ərazisində bunlardan istifadə edə bilməz. Yaxşı, etik davranış qaydaları hansılardır? Bunlar haqqında danışaq. İlk öncə mən sizə danışacağım qanunçuluq və ya qanunun aliliyi. Qanunçuluq. Birinci etik davranış qaydalarımızdır. Qanunçuluq etik davranış qaydasına görə müəllim Azərbaycan Respublikası öz vəzifə funksiyasını yerinə yetirərkən Azərbaycan Respublikasının qanunlarını, burada belə yazaq, Azərbaycan Respublikasının qanun sözündən götürürsünüz. Qanunlarına, Azərbaycan Respublikasının konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq konstitusiya, beynəlxalq müqavilələrin tələblərinə riayət etməyə borcludur. Bu, əmək funksiyamızı yerinə yetirərkən bizdən tələb olunandır. Yaxşı, mən bunlara əməl etməyəm. Eləcə də digər hüquqi və normativ aktlara əməl etməyə borcludur. Bununla bağlı situasiya düşəcək bizə yox. Bununla bağlı demək olar ki, indiyə qədər bir ədəd belə situasiya yoxdur. Azərbaycan Respublikasının qanunları, konstitusiyası və tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət etməyə borcludur. İkinci, danışarıq biz vicdanlılıq haqqında. Vicdanlılıq etik, vicdanlı davranış və yaxud belə yazaq, vicdanlı davranış.
Aha. Vicdanlı davranış nedir? Müəllim, yəni təhsil verən öz işini icra edərkən cəmiyyət və dövlətin maraqlarına minə o işi keyfiyyətlə icra etməlidir. Baxın, burada qeyd edirəm. Cəmiyyət və dövlətin maraqları naminə öz işini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Bəs cəmiyyət dövlətin marağından kənar bir davranış göstərirsə nə olacaq? Tutaq ki, öz işini öz maraqları naminə daha aşağı səviyyədə yerinə yetirir. Etik davranış qaydasına görə bu vicdanlılığın pozulmasıdır. Cəmiyyət və dövlətin maraqları naminə öz işini keyfiyyətli və səmərəli yerinə yetirməlidir. Bəs ikinci cümləsi də var. O nə oldu? Hamı üçün vicdanlılıq nümunəsi olmalıdır. Hamı üçün vicdanlılıq nümunəsi olmalıdır. Bu ikisi asandır. Burada çətinliyimiz olmayacaq, böyük bir problemimiz olmayacaq. Bu hissəni silirik. Daha sonra sadiqlik və ya loyallıq etik davranış qaydası haqqında danışaq. Sadiqlik nədir? Daha sonra 3. Sadiqlik. Və ya loyallıq. Burada da bunu yazacaq. Loyallıq. Loyallıq etik davranış qaydasına görə və yaxud sadiqlik müəllim vəzifəsinə aid olmadığı hallarda çalışdığı təhsil müəssisəsi, digər təhsil müəssisələri, dövlət orqanları və bunların hər üçünün rəhbərlərinin fəaliyyətləri ilə bağlı ictimai rəy verməməli, dəyərləndirmə aparmamalıdır. Gəlin bunun açmasını deyim. Mən çalışdığım məktəb, yəni ola bilsin hər hansı bir işi görür, amma o iş mənim xoşuma gəlmir. Mən bunu bəyənmirəm. Gördüyü iş qanunsuz deyil və mənim vəzifəmdən kənar bir məsələdir. Bunu mən bəyənmirəm deyə gedib kütlənin içərisində ictimai rəy versəm, dəyərləndirsəm, özümü və müəssisənin nüfuzdan salmış olacam. Xüsusən müəssisənin nüfuzdan salmış olacam. Və yaxud həmin müəssisələrin rəhbərlərinin fəaliyyətləri ilə bağlı nüfuzdan salmış oluram. Bu da sadiqlik prinsipinin pozulmasıdır. Deyir ki, qanunsuz fəaliyyətlər istisna olmaqla və bizim vəzifəmizlə bağlı deyilsə, qanunsuz da deyilsə, ictimai rəy verib dəyərləndirmə aparmağımız doğru deyil. Bir də müəllim, ikinci izah budur ki, dəyişikliklərdən biri budur, yadda saxlayın. Müəllim öz fəaliyyəti ilə bağlı, baxın, öz fəaliyyət. Bunu xüsusən vurğulayıram. Öz fəaliyyəti ilə bağlı sosial media və sosial şəbəkələrdə paylaşımlar edərkən, çıxışlar edərkən müəssisə tərəfindən müəyyən edilmiş qaydalara əməl etməyə çalışmalıdır. Yəni, müəssisənin daxili nizam-intizam qaydalarından kənara çıxmamalıdır. Əgər müəssisənin daxili nizam-intizam qaydalarından kənara çıxırsa, yenə sadiqliyi prinsipini pozur. Dərsin əvvəlində xatırlatmışdım. Paylaşımlarla bağlı xüsusi qaydalar müəyyənləşdirilib ki, müəssisənin daxili nizam-intizam qaydasından kənar paylaşımlar etmək olmaz. O olur bizim üçün, baxın, öz fəaliyyətim xüsusən dedim, çünki müəssisə və rəhbərliyin fəaliyyəti başqa birisindədir. Öz fəaliyyəti ilə bağlı müəssisənin daxili nizam-intizam qaydalarına uyğun olaraq, yəni icazə verdiyi qədər paylaşımlar edə bilər. Bu, sadiqlik etik davranış qaydası ilə bağlıdır. Çalışdığı müəssisə, digər müəssisələr, dövlət qurumları və bunların hər birinin rəhbərinin fəaliyyəti ilə bağlı ictimai rəy verməməlidir. 4-cü, mədəni davranış. Etik davranış qaydası ilə bağlı danışaq. Mədəni davranış nədir? Deyir ki, müəllim öz işini yerinə yetirərkən təhsil müəssisəsinin bütün iştirakçıları, eləcə də ünsiyyətdə olduğu hər kəsi nəzərdə tuturuq. Yəni, cəmiyyət, valideyn, digər qanun nümayəndələr. Digər qanun nümayəndələr, bunu artıq əvvəlki dərslərdə demişik biz. Valideyn himayəsindən məhrum olan uşaqlar, şagirdlərin himayəsində olduğu ailələrdir. Digər qanun nümayəndələr, rəhbərlik, kollektiv, cəmiyyət və təhsil alanlar. Hər biri nəzərdə tutur. Təhsil verən hər biri ilə münasibətli olduğu zaman nəzakətli və təmkinli olmalıdır. Təmkinli.
nəzakətli və təmkinli olmalıdır. Hə, nəzakətli, təmkinli olması ilə bərabər deyək ki, hər hansı bir müəllim mənə irad bildirir, tənqidi yanaşır. Tənqidi yanaşmaları da elə nəzakətli formada qarşılamalı və düzgün nəticə çıxarmalıdır. Tənqidi yanaşmalara, iradlara da hörmətlə yanaşmalı və düzgün nəticə çıxarmalı. Düşünək ki, indi kənardan mən dərs keçdiyim müddətdə müəllimlərimizdən biri deyir ki, bu metodu bəyənmirəm. Məcbur deyil ki, bəyənsin. Öz metodunu deyir. Təbii ki, buna hörmətlə yanaşmalıyıq. Əgər mümkündürsə, daha effektivdirsə istifadə edirik. Deyirsə, bunu yenə də təmkinlə və nəzakətlə doğru olanın nə olduğunu, sinifin məsələn nəyə görə nəzərə alındığını xatırlada bilərik. Yəni, təmkinli və nəzakətli olmalıdır. Bütün özünə qarşı iradları da düzgün qəbul etməli və düzgün nəticə çıxarmalıdır. Bununla bağlı necə suallar düşür? Müəllim məsələn kollektivin üzvü, iş yoldaşı ilə, digər müəllimlə dəhlizdə kobud şəkildə, yüksək tonda danışır və hər kəs bunu dinləyir. Bu zaman təbii ki, mədən davranışı pozur. Uşaqlara kobud, vulqar sözlərdən istifadə edir və s. Yenə də nəzakətli davranmır, mədən davranışı pozur. Mədən davranışda bu tipli situasiyalar düşə bilər. Müəllim digər tərəfdən təhsil verən xarici görkəminə, geyiminə, saç düzümünə fikir verməli, intizamlı olmalıdır. Müəllim xarici görkəminə, təhsil verən xarici görkəminə, saç düzümünə və s. fikir verməli və yəni əslində bu geyimlə bağlı hər bir müəssisənin özünün daxili nizam-intizam qaydası ola bilər. Bunlara əməl etməlidir. Yəni çox da rəngli, çiçəkli, güllü və yaxud diqqət çəkən paltarlar geyinmək doğru deyil. Müəssisənin daxili nizam-intizam qaydalarında rənglər müəyyənləşdirilibsə, onlara uyğun geyimlər geyinməlidir. Bu olur bizim üçün mədəni davranış qaydası, etik davranış qaydası ilə bağlı verəcəyimiz məlumat. Nə suallarınız olsa, rəy bölməsində qeyd edə bilərsiniz, cavablandırılacaq suallarınız. Xarici görkəminə fikir verməli, saç düzümünə fikir verməli, geyiminə fikir verməlidir. Təmkinli olmalı, nəzakətli olmalıdır. İradları qəbul etməlidir. Bu dördüncü. 5. Qərəzsizlik. Etik davranış qaydası ilə bağlı danışaq. Qərəzsizlik nədir? Yenə müəllim öz işini yerinə yetirərkən ən əsas bir anlayışı deyim, sonra hamısını sayacağım. Çünki o saydıqlarımın içərisində bunların hamısı yoxdur. Qərəzsiz davranmaq fərqlilikdən, diskriminasiyadan uzaq durmalıdır. Fərq sözünü yazıram bura. Bunu yadda saxlayın, sonra izaha başlayaq. Etnik mənsubiyyətinə, irqinə, dini baxışlarına, cinsinə, sosial mənşəyinə, əqidəsinə, ictimai və yaxud siyasi mənsubiyyətinə və s. heç birinə görə müəllim fərqlər qoymamalıdır. Fərq qoyursa, qərəzli davranmış olacaq. Təbii ki, bu zamanda qərəzsizlik etik davranış qaydasını pozur. Biz bu sadaladıqlarımızdan fərqli bir fərqlilik ortaya çıxsa, yəni şərcilərimizdən biri nadensdir. Buna görə fərq qoyuram. Valideynlə münasibətim yoxdur. Buna görə fərq qoyuram. Hər halda qoyduğum bütün fərqlər qərəzli davranışa aiddir. Onun üçün hamısı kitabımızda verilməyəcək. Amma biz o fərq hissəsindən, fərq qoyulmasından qərəzsizlik etik davranış qaydasının olduğunu tapa bilərik. Bir də öz vəzifəsini təhsil verən öz vəzifəsini yerinə yetirərkən deyək ki, özünün və maraqlı şəxslərin deyək ki, mənafelərinə uyğun vəzifələrində hər hansı bir pozuntulara yol verirsə, fərqli davranırsa, yenə də qərəzsizlik etik davranış qaydasını pozmuş olur. Yəni, mən vəzifə funksiyamı yerinə yetirirəm, müəllim yoldaşım gəlib deyir ki, Aqil və onun valideyni bizi çox incidib. Ona görə uşaqdan uzaq dur, çalış, elə öz işi ilə məşğul olsun, dərsdə bundan məşğul olma. Həmin şəxsin, iş yoldaşımın mənafeyinin mənim vəzifə funksiyamın yerinə yetirilməsində mənə mane olmasına icazə verirəmsə, qərəzli davranıram. Sinifə daxil olduğu ki, şagirdlər arasında fərq qoymuruq, hamını özünə uyğun inkişaf etdirməyə çalışırıq. Bu olacaq bizim üçün qərəzsizlik etik davranış qaydasına əməl olunmaq. Qərəzsizlik ilə bağlı deyəcəyimiz bu qədər. Növbəti olacaq ictimai etimad. Bəs ictimai etimad nədir? İctimai etimad dedikdə müəllim təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə
eləcə də öz adını və şərəf ləyaqətini uca tutmağa borcludur. Təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirir. Özünün adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Ola bilsin də müəllim hər insandır. Hər hansı bir etik davranış qaydasını pozdu, səhv etdi. Dərhal pozduğu etik davranış qaydasını bərpa etməli və ictimai etimadı bərpa etməyə çalışmalıdır. Etik davranış qaydasını bu ictimai etimada görə pozduğu anda da dərhal həmin pozuntunu aradan qaldırmalı, ictimai etimadı bərpa etməyə borcludur. İctimai etimadda deyəcəyimiz ikinci budur. Üçüncü isə, baxın, mən sadiqlikdə dedim ki, öz fəaliyyəti ilə bağlı sosial mediada paylaşım edərkən diqqət etməlidir müəssisənin daxili nizam-intizam qaydalarına. Burada isə deyirik biz, müəssisənin və rəhbərliyin fəaliyyəti ilə, baxın burada yazıram, müəssisə və rəhbərliyin fəaliyyəti ilə bağlı sosial medialarda paylaşım edərkən düzgün, qərəzsiz və müəssisənin icazə verdiyi qədər dürüst məlumatlar paylaşılmalıdır. Yəni biz əslində sosial media nümayəndələrini müəssisənin fəaliyyəti ilə bağlı məlumatlandırmağa borcluyuq. Amma bu məlumatlar doğru və dürüst məlumatlar olmalıdır. Qanunvericiliyə uyğun olaraq müəssisənin icazə verdiyi qədər məlumatlarla təmin edə bilərik. İctimai etimad budur. Sonuncusu, baxın, bu yenidir. Biz bunu keçən il keçmirdik. Peşəkarlıq və konfidensiallıq çıxarılıb, yerinə insan hüquq azadlıqlarına, qanuni maraqlarına, şərəf ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Bunun adı biraz böyükdür, amma izahlar adı ilə bağlıdır. Çox çətin deyil. Sadəcə izahlar adı ilə bağlıdır deyə insanların hüquq və azadlıqlarına, qanuni maraqlarına, işgüzar nüfuzuna, şərəf ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hörmət. Hamısını yazsaq çatmayacaq ora. Hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətlərinə, eləcə də işgüzar nüfuzlarına hörmət etik davranış qaydası. Bəs burada nə olacaq? Elə bunun adını əzbərləyirsinizsə, bir bənd odur. İnsanların hüquq və azadlıqları, qanuni maraqlarını pozan, şərəf və ləyaqətlərini, işgüzar nüfuzlarını alçaldan bütün davranışlardan uzaq durmalı və yaxud bunlar yol verilməzdir. Yəni biz o adını deyirik, insan hüquq azadlıqları, qanuni maraqları, işgüzar nüfuzu, şərəf və ləyaqətini ləkələyə biləcək bütün qərarlardan və yaxud davranışlardan uzaq durmalıdır və bu hallara yol verməməlidir. Adını deyirik, bozacaq bütün davranışlardan uzaq durmalı və yaxud bu davranışlar yol verməməlidir. Daha sonra deyək ki, hər hansı bir valideynlə bağlı, təhsil alanla bağlı bizə məlum olan və məxfiliyi qorunması lazım olan məlumatların məxfiliyini qorumağa borcludur. Yəni, mən şagirdim, deyək ki, risk qrupuna daxil olan bir ailənin övladıdır. Buna görə dərsə gecikmə halı baş versin. Mən bunu gəlib hər kəsin içərisində desəm, o şagirdi utandırmış olacaq. Amma bunu deməyim də problemi həll etməyəcək. Deməli, bu məlumatların məxfiliyini qorumalıyam. Daha sonra bu valideynlər və təhsil alanlarla bağlı, digərləri ilə bağlı olan məlumatların məxfiliyi, bir də bizimlə bağlı olan və yaxud vəzifəmizin icrası ilə bağlı olan məlumatların məxfiliyinin təmin olunması var ki, xidməti məlumatlarımızın da məxfiliyini təmin etməliyik və biz xidməti məlumatlarının məxfiliyini təmin edərkən bunu təmin etməliyik. Çünki bunu başqalarının marağı üçün istifadə etməməliyik. Ola bilsin, müəssisə ilə bağlı problemi olan biri var. Bizim vəzifəmizdə icra olunan bəzi şeyləri ona desək, bu əslində onun əleyhinə olan bir davranışdır. Biz bunun məxfiliyini qorumalıyıq. Həmin məlumatları sözü gedən üçüncü tərəflərə bildirməməliyik. Öz vəzifəmizlə bağlı, vəzifəmizin icrası ilə bağlı məlumatların məxfiliyini təmin etməli. Eləcə də şagirdlərin, valideynlər və digər qanun nümayəndələri, ola bilsin, öz həmkarlarımızın şəxsi həyatları ilə bağlı olan məlumatların da məxfiliyini təmin etməliyik. Bu da sonuncu, insan hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət etik davranış qaydası ilə bağlı olan
izahımızdır. Hər hansı sualınız olsa, R bölməsində yazırsınız və yaxud qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlayaraq bizə bildirirsiniz ki, suallarınızı cavablandıraq. Dərslə bağlı izahımız bu qədər. Bizim əyani və onlayn ödənişli dərslərimizlə bağlı maraqlanmaq istəsəz 070 346 44 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mövzunun möhkəmləndirilməsi üçün R bölməsində bərk edilmiş linkə daxil olaraq Telegram kanalımızda sualları işləyə bilərsiniz. Sağ olun, Allah'a emanet qalın.